2 yaşında qızdır, təxminən 10 yaş 8 ayından 11 yaşı olmamış menstruasiya olur. Ailə deyir ki, o dövrdə uşağın boyu yaxşı artırdı, basketbola qoyurduq, fikirləşirdik ki, basketbol boyunu artırır, əla bu cürdə davam edəcək və artıq onun üstündən 1 il yarım kimi keçir, artıq uşağın boyunun artmadığını görürlər. Daimi izləyicilər bilir ki, hər zaman dediyimiz məsələdir, qəbulda da görürsünüz, bunu vurğuluyuruq. Yeniyetməlik dövründə uşağın boyunun sürətlə artması sizi çaşdırmasın, dəyərli valideynlər. Bu, təbii ki, yeniyetməlikdə uşağın boyu artır. O dövrdə hər zaman deyirəm, uşağa kalsium verən deyir, kalsiumdan artdı. Basketbola qoyan deyir, basketboldan artdı. Halbuki onların heç birindən deyil, ergənliyin artmasıdır. Amma önəmli olan o dövrdə tez artıb, çox artıb, tez də boyu dayana bilər uşağın. Bu məqama diqqət etmək lazımdır. Bu qızın nümunəsi kimi boyu 1.50-də dayanıb. Təbii ki, aşağı boy deyil, amma alt sərhəddədir. Və burada əsas məqam valideyn, uşaq özü daim yüksək boy arzulayır. O gözləyir ki, 1.60 olacaq, amma bundan sonra 1.60 olması bir qədər imkansız görünür və boy zonalarında əksəriyyəti bağlıdır. Bir qədər biləkdə bir neçə açıq zona qalıb ki, onun hesabına da bəlkə 2-3 santimetrə qədər artım ola bilər. Həm əvvəldən uşaqlara elə boy proqnozları verməyin, çünki uşaqlar hal-hazırda valideyn boylarından da aşağı boya meyillidirlər və eyni zamanda da o sürətli boy artımına inanmayın, aldanmayın və düşünməyin ki, bir uşağın boyunu basketbol, turnir bu şeylər boy hədəfi balaca olan uşaqların boyuna müalicə məqsədi ilə kömək edə bilər.